qılıdı, həmiz turmuğu taşlaydı, öy mal mülkünü tatıb alıdı, nərsələrini müsadir qılıdı, nazaret astığı ep qoydu, məktəblərdə olsa məktəblərdən qovuldu. Bugünkü adam ölüb atıdı deydi. Bugünkü adam tutub atıdı, hər gün adam yoxab ketib atıdı. Öydən, şəhərlərdən yaşlar yoxab ketib atıdı. Asan sicəhətdən yaşlar yoxab ketib atıdı. Öylərə besib belə Xitaylar təşviq qilish arqılı Xitaylarmı köçüdə ketib bağan, öylərdə axşamları yalğız qalğan Uyğur balalarını öldürüb etib barıdı. Qızlar olsun. Onun sırtıda bütün internet, bütün telefon, həmimiz 5 aydan beri takılıp gidip sırtı uruq tuqqalları valla bütünley münasibət üzüldü. Hem andakın keç başı meyli namayış qatnaşqan bolsun, meyli qatnaşmağan bolsun, uruq tuqqalları, dostları namayış qatnaşqanlar qoğup gidip, yani ulanınki xatalıq ötkəzgini, ya ki namayış qatnaşqını, ya ki hükümetki qarşı oğunu, hiç qandaq undaq nəslərini hesablamız. Zaten qarşısıla bütünley Uygurlarını tutuş, Uygurlarını öldürüş. Dünyada bunun zulüm tatıb atqan bəxtsiz bir millət var mı o da? Yani ahırda mən birdimindey, uruş bulup atqan dövlətlər qarab bax, uruş bulup atqan sizlər koğul bilib atqan, məyli Afganistan bolsun, Irak olsun, məyli Palestin bolsun, məyli başqa Darfur olsun, ular uruşuldu, bütün mediyalar ular qartıldı, bütün dünya diqqətin ular qartıdı. Bizden xalqımız, ularının qancha adam ölgənligini bütün dünya oxudu, lekin bizden xalqımızın qancha minliğin adam məxbi öldürülüb atıdı, dünya onu oxumaydı deyirəm.